Mənim üçün çox maraqlıdır. Sizin icma sosial platformalarda, sosial şəbəkələrdə hansı səviyyədə təmsil olunur? Bir çox qruplar var ki, məsələn, WhatsApp qrupunda tatlar qrupu var. Bunlar bir istiqamətdə tatların mədəniyyəti, tatların tarixi, bugünkü həyatı ilə bağlı o qrup əlində olan materialları, özlərinin baxış bucaqlarını təqdim ediblər. Digər bir qrup var, dağlı tarixindən olan bir Facebookda, sonra Instagramda bunlar fəaliyyət göstərir. Onlar da dağlı tarixindən, dağların, tatların tarixindən, ənənələrindən, görkəmli şəxsiyyətlərindən, Azərbaycan mədəniyyətinə o şəxsiyyətlərin verdiyi töhfədən bu istiqamətdə müəyyən çıxışlar edirlər, rəylərini bildirirlər, ictimaiyyət açıq şəkildə öz fikirlərini bildirirlər. Həm keçmişdə yaşayan, indi dünyasını dəyişən insanlara münasibətlərini, onların gördükləri işə münasibəti orada bugünkü baxışla təqdim edirlər. Digər bir qrup var, Kiçik və Kiçilər. Bu qrup da Kiçik kəndi tamamilə tatlardan, əhalisi yaşayan bir kənddir. Bu inzibati ərazi dairəsidir. Bu ərazi dairəsində 4-5 kənd yerləşir. Bu kəndlərin əksəriyyəti tatlardır. Bu Kiçik və Kiçilər Facebook səhifəsində bu qrup da var. Bunlar da çox gözəl iş aparırlar. Həm mədəniyyət, həm bugünkü tatların vəziyyəti, Kiçik kəndinin problemləri, Kiçik kəndinin keçmişi, bugünü, insanları o Kiçik kəndində ərsəyə gəlib Azərbaycan mədəniyyətinə, Azərbaycanın tarixinə, ictimai-siyasi həyatına töhfə verən insanlar haqqında öz fikirlərini, mülahizələrini bildirir. Eyni zamanda bugünkü problemlərimizi də əks etdirirlər.